Hər vaxtınız xeyir. Yenidən YouTube videosunda sizinlə bir yerdəyik. Bugünkü mövzunu demirəm. Çox ehtimal ki, açıqlama hissəsindən, YouTube videosunun adından görəcəksiniz. Amma videoya istəyirəm başlayaq. Müəyyən suallara cavablar verərək. Sizə təxmini 9-10 sual verəcəm. Bunun üçün əlbəttə qeydlərimdən istifadə edəcəm birazdan. Əgər bu sualların bir çoxuna cavabınız şiddətli dərəcədə hədirsə, bu videoya baxmağı özəllə tövsiyə edirəm. Başlayaq. Qeyd etdiyim kimi, bəzi məqamlarda qeydlərimdən istifadə edəcəm. İlk sual belədir. İnsanların məni incidəcəyinə və yaxud da ki, istifadə edəcəklərini düşünürəm. Bunu gözləyirəm hətta. İkinci sual, insanlar bir çox hallarda həyatım boyunca məni pis niyyətlə istifadə ediblər. Üçüncü sual, daha doğrusu cümlədir. Siz hə, yox, bu şəkildə ya da az dərəcədədir ya çox dərəcədədir. Bu şəkildə təxmini beyninizdə qiymətləndirərsiniz. Üçüncü sual, sevdiyim insanların mənə xəyanət etməsi mənim üçün an məsələsidir. Yəni gözləyirəm bunu. Dördüncü sual, özümü qorunmalıyam və tətikdə olmalıyam. Bu şəkildədir. Beşinci sual, əgər diqqət eləməsəm insanlar məndən istifadə edərlər. Budur. Altıncı sual, insanların həqiqətən mənim ətrafımda olub-olmadığını görmək üçün onları test eləyirəm. Yeddinci sual, insanların məni incitməsini düşünüb, onlardan öncə davranıb, onları incidirəm, yəni onları qabaqlayıram. Səkkizinci sual, insanların mənə yaxınlaşmasından qorxuram, çünki məni incidəcəklərini düşünürəm, gözləyirəm. Doqquzuncu sual, mənə etdiklərinə görə insanlara çox qəzəbliyəm. 10-cu sual isə, güvənməm gərəkən insanlar mənə fiziki, sözlü bir şəkildə və yaxud da ki, cinsi olaraq təcavüzə məruz qoyubdular məni. İndi təxmini bu sualları götürürsünüz, cavablayırsınız. Əgər cavablaya bilmədinizsə, yenidən videonu qabağa apara bilərsiniz. 1-10 bal arası bu suallara 1 bal verirsiniz. Tutaq ki, mən insanlardan pislik gözləyirəm. Tutaq ki, bu çox hallarda baş verirsə, indiki dövrdə 9 bal olaraq qiymətləndirə bilərsiniz. Sonra ən axırda onların cavabını toplayırsınız. Mən yəqin ki, açıqlama hissəsində o cavabların aşağı, orta, yuxarı dərəcə nə məna verdiklərini, nə məna kəsb etdiklərini qeyd eləyəcəm. Bu test mərhələsi idi. Təxmini suallardan başa düşdünüz yəqin ki, bugün şübhəçilik və yaxud da ki, pis niyyətə istifadə edilmə. Bundan danışacağıq. Bu inanclardan, bu inancların nəticəsinə başımıza gələnlərdən və bu inancın yaranmasının kökü nədir? Bundan bəhs eləyəcəyik. Gəlin ilk öncə sizə bir neçə dənə case danışım. Qeyd edeyim ki, başdan bu mənə aid olan caselər deyil. Sadəcə müəyyən kitablardan oxuduğumuz və yaxud da ki, ümumilikdə qarşılaşdığımız insanlara uyğun olaraq uydurma bir casedir. Qısa olaraq 1-2 dənə casedən bəhs eləyəcəm. Bir case düşünün ki, yəqin çox qarşılaşırsınız, mənim rastıma çıxır. 2 evli şəxsdir və yaxud da ki, sevgilidir. Tərəflərdən biri dayanmadan qarşı tərəfi zəng yağışına tutur. Və tez-tez soruşur, kimləydin, hardaydın, niyə 5 dəqiqə gec gəldin, niyə beləsən və s. və axır. Və həddindən ziyadə aqressiv olur. Belə şəxslər bilmirəm görmüsünüz ya yox və həmin şəxsləri danışdıranda hamıda eyni olacaq deyə bir şey yoxdur. Mən hələ ki bizim nümunə üzərindən danışıram, bizim bugünkü mövzumuza uyğun olaraq danışıram. Həmin şəxsləri dindirəndə, danışdıranda da ki, nəyə görə bu qədər aqressivdir, nəyə görə bu qədər araşdırır. Onlar qeyd edir ki, mən şübhəliyəm, nəsə baş verəcəyindən qorxuram. Mən bilmək istəyirəm ki, o adam kimləndir. Məsələn, niyə 1 saat gec gəldi? Tutaq ki, həyat yoldaşını danışdırırsan ki, sual verirsən ki, nəyə görə 1 saat gec gəlmişdi? Odur, məsələn, yolda getdim, rəfiqəmlə rastlaşdım və kofe içdim və bu mənə görə normal bir davranışdır. Amma qarşı tərəf bunu normal qarşılamır və tətiklənir bundan. Növbəti bir case danışım sizə. Bir nəfər düşünün. Bu şəxs hər zaman pis niyyətlə şəxsi münasibətlərdə istifadə edildiyini düşünür. Özəlliklə də seks üçün və bir yerdən sonra, ümumiyyətlə hətta deyərdim ən başdan, onun üçün seks maraqsızlaşır. Bir yerdən sonra, bəlkə də ən başdan seks maraqsızlaşır və daima istifadə ediləcəyini düşünür. Pis niyyətlər üçün istifadə ediləcəyini düşünür. Bayaqki suallara əsasən də, əgər beyninizdə çoxlu şübhəli düşüncələr varsa, hər an nəsə bir şey baş verəcək,
kimsə mənə nəsə eləyəcək, pis niyyətlə mənə istifadə eləyəcəklər. Mən hər zaman tətikdə olmalıyam, heç kəsə güvənməməliyəm. Mənə qarşı nəsə ola bilər deyə hazır vəziyyətdə dayanmalıyam. Ümumilikdə biz belə deyə bilərik. Deyirsinizsə, bu video sizin üçündür. Qeyd etdiyim kimi şübhəcilikdən və pis niyyətə istifadə edilmədən danışacağıq. Gəlin bu inancın yaranmasının kökü hara gedib dayanır, ona baxaq. Bunun bir neçə səbəbi ola bilər. Təsəvvür eləyin ki, məsələn, birinci səbəb həyatda güvəndiyiniz, sizə qayğı göstərən və yaxud da ki, ümumiyyətlə güvən hiss elədiyiniz, güvən hiss eləməli olduğunuz bir şəxs sizə təcavüz eləyir. Amma bu təkcə cinsi təcavüzdən deyil, xüsusilə vurğulamaq istəyirəm. Cinsi təcavüz də ola bilər, əlbəttə ki, psixoloji təcavüz də ola bilər, fiziki təcavüz də ola bilər, şiddət göstərə bilər, döyə bilər, söyə bilər və yaxud da ki, dayanmadan alçalda bilər, necəsə güvənsizlik verə bilər. Məsələn, sizə söz verib eləməyə bilər, sizin ən çox güvənməli olduğunuz şəxs, məsələn, kimlər ola bilər? Bu, ananız ola bilər, atanız ola bilər, ən yaxın münasibətdə olduğunuz şəxslər deyək ola bilər. Sizə söz verirlər, eləmirlər, tez-tez xəyal qırıqlığına uğradırlar sizi uşaq vaxtı. Ailənizin hər hansı bir üzvü tez-tez sizi cəzalandırmış və yaxud da ki, sizi aşağılamağa çalışmış, alçatmağa çalışmış ola bilər. Və yaxud da ki, bəzi ailələr var ki, görmüsünüz yəqin ki, ətrafa güvənmir, ana, ata güvənmir və sıx-sıx uşaqlarına dünyaya güvənmək olmaz, ehtiyatlı olmalısan deyə çağırışlar eləyir. Və yaxud da ki, ailənizdəki insanlar sizə qarşı idilər. Siz nələrsə eləmək istəyirdiniz, amma onlar sizi qırırdılar və deyirdilər ki, yox, biz deyən olmalıdır. Sadaladıqlarım əgər uşaq vaxtı başınıza gəlibsə, özəllə də dediyim kimi cinsi tacizlər, cinsi təcavüzlər baş veribsə, sizin ətrafdakılara qarşı güvənsiz olmağınız, şübhəli olmağınız, pis niyyətə istifadə edilməyiniz olası vəziyyətlərdən biridir, ehtimal olunan vəziyyətlərdən biridir. Gəlin təsəvvür eləyək ki, cinsi istismara məruz qalmış biridir. Biz hamımız yaxşı bilirik ki, hətta bu mövzuda da mən istəyirəm danışım. Biz hamımız yaxşı bilirik ki, cinsi istismara məruz qalan şəxslər bunu çox rahatlıqla durub etiraf edə bilmir. İndi təsəvvür eləyin ki, ən yaxın və güvənməsi gərəkən ailə üzvləriniz tərəfindən, məsələn, hansısa bir əminiz oğlu tərəfindən, qadınsızsa ya da kişisizsə eyni qaydada, əminiz oğlu, dayınız qızı və sair digər şəxslər tərəfindən, hansısa bir yaxın olduğunuz qohumunuz tərəfindən, digər qohumunuz tərəfindən, ögey atanız və yaxud da ki, ananız tərəfindən cinsi istismara məruz qalmısınız. Və bunu əlbəttə ki, heç kəsə də deyə bilmirsiniz. Çox vaxtda belə olur, deyə bilmirsiniz və avtomatik olaraq bu şəxslərə günahkarlıq hissi yüklənmiş olur. Çünki qohum, tanış sizə birdən-birə gəl mən sənə cinsi istismar eləyim deyə yaxınlaşmır bir çox hallarda. Onlar yaxınlaşarda sizə məsələn əminin balası, dayının balası deyərək yaxınlaşır. Və yaxud da ki, fiziki istismara məruz qalmısınız, tutarsız bir valideynlə böyümüsünüz. Nə dediyi bəlli olmayan, bir gün elə davranan, bir gün belə davranan biri ilə böyümüsünüz və nə edəcəyinizi bilmirsiniz. Valideyninizin davranışları qarşısında şübhəlisiniz. Və bu danışdıqlarıma əsasən dünyaya güvənməməyiniz, şübhəli qalmağınız olası bayaq dediyim kimi ehtimal olunan vəziyyətlərdən biridir. Bəs belə adamlar münasibətlərdə necə olur? Bir neçə vəziyyət var. İndi məntiq olaraq bəlkə belə olmalı olduğunu düşünürsünüz ki, mən şübhəliyəmsə, özümü sığortalayıramsa və qorumağa çalışıramsa, yəqin ki, daha sağlam olan münasibətlərin içərisinə gedib girərəm. Çünki ehtiyat eləyirəm, məndən istifadə eləməyəcəkləri bir vəziyyətlərə gedib salmağa çalışıram özümü. Amma bunun tamamilə əksi olur. Çünki biz uşaq vaxtından bəri güvənimiz qırıldığına görə və bizə tanış olan mənzərə, situasiya bu olduğuna görə, bizi istifadə etdiklərinə görə biz istəsək də, istəməsək də necəsə özümüzü elə situasiyalara salırıq. Məsələn, bayaq bir case kimi xırda danışdım ki, bir xanım düşünün, bir bəy düşünün, düşünür ki, insanlar ancaq ona seks məqsədi ilə istifadə etmək üçün yaxınlaşırlar və onu heç kəs sevə bilmir və o da sevə bilmir insanları. Halbuki həmin adamın case-nə baxsaydınız, mən onu bir kitabdan oxumuşdum, həmin case-də qeyd olunur ki, xanım ögey atası tərəfindən cinsi istismara məruz qalıbdı. Yəni bu adamı etibar elədiyi biri vaxtında 5-6 yaşında, 10 yaşında istifadə edibdi. Və bu adam həyatında belə bir ssenarini illərlə davam elətdirir. Müxtəlif
bu tipli münasibətlərə girərək. Ola bilər ki, siz münasibətlərinizdə qarşı tərəfə həddindən ziyadə suallar verən bir tipə çevrilirsiniz. Ola bilər ki, qarşınızdakı partnyor həddindən ziyadə sağlam bir insandır. Yəni daha doğrusu daha sağlam münasibət aparmağa meyllidir, amma siz onu elə bir vəziyyətə gətirib çıxardırsınız ki, o da çaşır. Məsələn, dayanmadan zəng eləmək, dayanmadan suallar vermək, müəyyən aqressiv davranışlar göstərmək, məsələn, o məni incitməsin deyə mən onu incidim, mən tez-tez narahat mənim tez-tez narahat qalmağım, təşvişli hiss eləməyim və s. və axır. Bunu görməsin deyə və s. bastırmaq üçün aqressiv davranmaq, öz-özünə birdən-birə qəzəblənmək və s. bunlar ola bilər. Ola bilər ki, sən belə davranırsan münasibətində. Ola bilər ki, bayaq dediyim kimi sən həddindən ziyadə istifadə edilirsən. Təkcə seks barəsində yox, ümumiyyətlə insanların pis niyyətinə məruz qalırsan. Bəlkə də özün elə bir şərait yaradırsan ki, sanki pis niyyətə məruz qalmışsan kimi göstərirsən. Tutaq ki, ola bilər sənin partnyorun səndən bir şey xahiş eləyir və bu pis niyyətlə edilmiş bir şey deyil, amma sən deyirsən ki, partnyorum məndən istifadə edir və mənim sərhədlərimi hörmət eləmir. Tutaq ki, partnyorun səndən bir mağazaya gedəndə su almağını rica edir, amma sən bunu daha da böyüdürsən və belə təqdim edirsən ki, partnyorum mənə hörmət eləmir, partnyorum məni başa düşmür, mən yazıq 500 manat maaş alıram, o məndən marketə gedəndə bilirsən nələr istəyir və s. Bu şəkildə ola bilər ki, sən daha da böyüdürsən balaca bir şeyi. Və yaxud da ki, öz partnyorun səni seks üçün zorlayır, hətta həyat yoldaşın olsa belə. Bayaq seksdən dəyişən partnyorlardan danışdıq, amma ola bilər ki, sən həyat yoldaşında, sən seks istəməsən belə dəfələrlə səni seks üçün zorlayır. Və yaxud da ki, partnyorun səni aldatması və sənin həmin münasibətdə hələ də qalmağa davam etməyin, bu da ola bilər. Həmçinin bu tipli şəxslərdə, yəni bu tipli inancınız varsa və bu tipli xüsusiyyətləri özünüzə görürsünüzsə, ola bilər ki, və çox hallarda biz görürük ki, sadistik, mazoxistik fantaziyalar da olur, cinsi fantaziyaların olduğunda biz görürük. Sadistik, mazoxistik nədir, nəyi nəzərdə tuturam, onu da açın mütləq. Yəni, əzab verməyi sevən və əzab verilməyi sevən, zövq alan bundan iki tərəfli münasibətlərdə ola bilərsiniz. Hətta siz özünüz də sadist ola bilərsiniz. Əzab verməyi sevən tərəfdə də ola bilərsiniz. Çünki bu məcbur deyil ki, siz ancaq istifadə edilən olasınız. Təcavüzə məruz qalmısınızsa daha çox gələcəkdə də məruz qalan və istifadə edilən pozisiyada qalasınız. Ola bilər ki, gələcəkdə siz özünüz də təcavüzçüyə çevriləsiniz və yaxud da ki, bununla bağlı cinsi fantaziyalarınız olsun. Ümid edirəm aydın izah eləyə bildim. Bu kimi şəxslərdə qeyd etdiyim kimi şübhə və pis niyyətə istifadə edilməklə bağlı inanc olduğuna görə, qısaltsam sözümü, daim özlərini qoruma çabalarındadır, müxtəlif yollarla münasibətə girməməklə və yaxud da ki, uğursuz münasibətlərə girməklə, istifadə ediləcəyi münasibətlərə girməklə, təkcə partnyor deyil, iş yerində də istifadə ediləcəyi münasibətlərə girməklə və s. və axır hər türlü dəyərsiz olduqlarını özlərinə sübut eləyəcəkləri yerlərdə olaraq öz ssenarilərini deyək, davam elətdirirlər. Bəs bunu necə həll edə bilərik desəz, ilk tövsiyəm budur ki, terapeutə gedin, özəlliklə təcavüz tərəfi varsa, çünki bu işlənilməsi gərəkən bir şeydir. Amma terapeutə getmək istəməsəz, yaxşı olar ki, güvənilir bir dost tapasınız ki, bu biraz çətindir, güvənməklə bağlı çətinliyi olan biri üçün. Əgər elə bir dost ya da bir terapeutə getməyə şansınız varsa ki, terapeutə getmək daha məsləhətlidir. Təcavüz, bu yenə deyirəm, cinsi təcavüzdən deyil, fiziki ola bilər təcavüz, psixoloji olaraq bilər təcavüz, bununla bağlı işləmək, bunun sizin günahınız olmadığını başa düşmək, günahkarlıq üzərində biraz işləmək sizin üçün əhəmiyyətli dərəcədə dəyişikliyə səbəb ola bilər. Həmçinin, məsələn, o təcavüz, yenə deyirəm, cinsi, fiziki fərqi yoxdur. O təcavüz anı ilə bağlı vizuallaşdırmalar eləmək və yaxud da ki, müəyyən o təcavüzçü şəxs sizə kimdirsə, onunla bağlı bir yazılar yazaraq qəzəbinizi çıxartmaqla bağlı bir şeylər eləyə bilərsiniz. Həmçinin münasibətlərinizdə
həqiqətən də istifadə edildiyinizi görürsünüzsə, bununla bağlı dava eləməyin yerinə biraz buraxmağı da yoxlaya bilərsiniz. Çünki bəzən biz o qədər sıx-sıx yapışırıq ki, bu vəziyyət bizim emosional durumumuzu daha da çətinləşdirməyə, daha da artırmağa səbəb olur. Və bundan sonra da alındığı təqdirdə ki, bir müddət sonra alınır, güvənli münasibətlər qurmağa cəhd eləmək və həmin anda tətiklənmələr yarananda həmin tətiklənmələr üzərində işləmək. Tutaq ki, yenidən bir şübhə yaranırsa, həqiqətən də bu şübhənin sübutlara əsaslanan bir şübhə olduğunu, hansısa bir fakt olduğunu ya yox araşdırmaq sizin üçün faydalı ola bilər. Bura qədərdir. Ümid edirəm ki, bir şeylər çatdıra bildim sizə. Bir neçə məqamda danışdım. Özünüzü test eləmək üçün bir vasitə verdim. İkinci kökləri nədir? Bu barədə danışdıq biz. Növbəti olaraq münasibətlərdə necədir və necə təxmini düzəltmək olar ki, yenə də deyirəm, bu sadəcə qısa bir məlumat verənin sonuncu verdiyim. Bu qədər də bəzən asan olmur. Bir terapevtə müraciət eləmək ən məqsədə uyğundur. Hələ ki bu qədər. Gələn dəfələrdə daha fərqli mövzularda görüşəcəyik. Özünüzə müğayət olun. Görüşənədək.